Salam əziz izləyicilər. Test toplusu, ikinci hissə test toplusu nitq hissələrinin morfoloji xüsusiyyətləri bölməsindən 50-dən 100-ə qədər olan testlərin izahını verməyə çalışaq. Başlayaq 51-ci testimizdən. Bizə deyir ki, 2 aydan sonra İbrahim xan Dağıstandan qayıtdı. Cümləsindəki sözlərin morfoloji təhlili ilə bağlı bizdən yanlışı istəyir. Yanlışı. Qayıtdı feildir, keçmiş zamandadır, bəli. Şuhudi keçmiş zamandadır, bu düzgün fikirdir. 2 müəyyən miqdar sayıdır, 2 aydan sonra, bəli, bu da düzgün fikirdir. Aydan isimdir, çıxışlıq haldadır, bəli, bu da sonra qoşmadır, bu da düzgün fikirdir. İbrahim xan mürəkkəb addır, düzgün fikirdir. Dağıstandan zərfdir, haradan sualına cavab verir. Yanlış cavabımız budur. Dağıstandan yer zərfliyidir, amma zərf deyil, yer məzmunlu isimdir. Sualımızın cavabı olur E variantı. 52-ci testdə payız fəsli məhsul toplanışı zamanıdır cümləsindəki sözlərlə bağlı səhvi müəyyənləşdirin. Məhsul isimdir, sadədir, yiyəlik haldadır. Bəli, məhsulun toplanışı, yəni özündən sonra gələn söz mənsubiyyət şəkilçisi qəbul edib, deməli məhsul sözü qeyri-müəyyən yiyəlik haldadır. Zamanıdır, təsirlik halda olan mücərrəd isimdir deyir. Zamanıdır, təsirlik halda yox. Deməli, məhsulun toplanışının zamanıdır. Məhsul toplanışının zamanıdır. Yəni, zamanıdırdakı təsirlik hal şəkilçisi yox, buradakı I mənsubiyyət şəkilçisidir. Təsirlik hal xəbər ola bilmir. Ona görə yanlış cavab B-dir. Payız yiyəlik halda olan sadə isimdir. Bəli, payızın fəsli qeyri-müəyyən yiyəlik haldadır. Düzdür, belə deyə bilmirik, amma deyə bilməsək də ikinci sözdə mənsubiyyət varsa, deməli bu yiyəlik haldadır. Toplanışı feildən düzələn isimdir, bəli. Topdan toplamaq, toplanmaq, toplanış, toplanışı. Toplanmaq feilindən düzələn isimdir, bu da düzgün fikirdir. Fəsli adlıq halda olan isimdir, bəli. Burada da mənsubiyyət şəkilçisi işlənib. Sualımızın cavabı oldu B variantı. 53-cü testimizə gələk. Nəzərə alın ki, uşaqlar körpəcə fidanlar kimidir cümləsində sözlərlə bağlı səhvi müəyyənləşdirin. Ki tabellik bağlayıcısıdır, düzgündür. Ki cümləni cümləyə bağlayıb tabellik bağlayıcısıdır, düzgün fikirdir. Uşaqlar isimdir, adlıq haldadır. Bu da düzgün fikirdir. İsimdir, adlıq haldadır. Körpəcə azaltma dərəcəsində olan sifətdir. Buradakı C ədatdır, qüvvətlendirici ədatdır. Bu azaltma dərəcəsində yox, çoxaltma dərəcəsindədir. Ona görə yanlış cavabımız C variantı. Nəzərə alın, əmr şəklində olan feildir. Bu da bəli, mürəkkəb feildir, əmr şəklindədir. Heç bir şəklin deməli əlaməti yoxdur. Kimi xəbərlik şəkilçisini qəbul etmiş qoşmadır, bəli. Fidanlar kimidir, bənzətmə məzmunlu qoşmadır, düzgün cavabdır. Bu da cavabımız olur C variantı 53-cü testdə. Keçək 54-cü testdən davam edək. Deməli, 54-də deyir, qılınc yarası sağalar, ancaq söz yarası sağalmaz. Nümunəsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Sağalar düzəltmə feildir, gələcək zamandadır. Deməli, sağalar düzəltmə feildir. Sağdan, sağalmaq, sağalmaq, sağalar. Qeyri-qəti gələcək zamanda olan düzəltmə feildir. Bu düzgün fikirdir. Yarası isimdir, mənsubiyyət şəkilçilidir. Bəli, yarmaqdan yara, yarası, qılıncın yarası yenə mənsubiyyət şəkilçili isimdir. Bu da düzgün haldadır. Düzgündür burada da. Qılınc sadə isimdir, adlıq haldadır. Qılınc sözü sadə isimdir, düzgündür, amma adlıq halda yox, yiyəlik haldadır. Qılıncın yarası, yəni yenə dediyimiz kimi özündən sonra gələn söz mənsubiyyət şəkilçisi qəbul edib, ona görə bu adlıqda yox, yiyəlik haldadır. Ancaq bağlayıcıdır, bəli, qarşılaşdırma bağlayıcısıdır. Düzgün fikirdir. Söz sadə isimdir, yiyəlik haldadır. Bu da düzgündür. Sözün yarası, yəni özündən sonra gələn söz mənsubiyyət şəkilçisi qəbul edib. Məndədir hər ümidi əzilmiş insanların misralarındakı sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Hər təyin əvəzlikdir, düzgün fikirdir, təyin əvəzlikdir. Ümidi mücərrəd mənalı isimdir, təsirlik haldadır. Deməli, məndədir, əzilmiş insanların ümidi məndədir. Yəni, cümləni çevirsək, ümidi burada təsirlik halda yox, mənsubiyyət insanların ümidi. Buradakı i mənsubiyyət şəkilçisidir. Ona görə yanlış cavab B variantı. Məndədir, yerlik hal və xəbərlik şəkilçisi qəbul edib. Bu da düzgün fikirdir, əvəzlikdir, şəxs əvəzlikdir. Əzilmiş məchul növdə olan keçmiş zaman mənalı feili sifətdir, bəli, əzməkdən əzilməkmiş. Deməli, keçmiş zaman məzmunlu feili sifət şəkilçisidir. İnsanların ümumi isimdir, cəm və yiyəlik hal şəkilçiləri ilə işlənmişdir. Bu da düzgün fikirdir, cəm və yiyəlik hal şəkilçisi. Sualımızın cavabı olacaq B variantı. Gələk növbəti 56-cı testimizdən davam edək. 56-da deyir, abituriyentlərin əksəriyyəti imtahana ciddi hazırlaşmışdı. Cümləsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. İmtahana yönlük hallı sadə isimdir. Bu düzgün fikirdir. Yönlük hallı sadə isimdir. Abituriyentlərin cəm və hal şəkilçili konkret isimdir. Bu da düzgündür. Cəm və hal şəkilçisi qəbul edib.
Hazırlaşmışdı. Keçmiş zaman şəkilçili feildir. Hazırdan hazır sifətindən hazırlaşmakmış idi. Bəli, nəqli keçmiş zaman şəkilçili feildir. D idi hissəciyinin ixtisar formasıdır. Düzdür. Hazırlaşmış idi. Ciddi adi dərəcəli sifətdir. Ciddi hərəkətə aid olduğuna görə sifət yox, zərf mövqeyindədir. Sualımızın cavabı olacaq E variantı. Cənubi Azərbaycanda əhalinin əsas tərkib hissəsini Azərbaycanlılar təşkil edirlər. Cümləsindəki sözlərin morfoloji təhlilindəki səhvi müəyyənləşdirin. Əhalinin müəyyən gəlik halda olan isimdir. Bəli, əhalinin tərkib hissəsi, yəni müəyyən gəlik halda olan isimdir. Bu düzgün fikirdir. Azərbaycandakı xüsusi Azərbaycanlılar düzəltmə ümumi isimlərdir. Yanlış cavabımız budur. Çünki daki sifət düzəldən şəkilçidir və amonimliyi yoxdur. Azərbaycanlı ümumi isimdir. Burası düzgündür, amma bu hissəyə görə yanlışdır. Təşkil edir. İndiki zamanda təsdiqdə olan feildir. Düzgün fikirdir. Cənubi, cənubdan cənubi düzəltmə sifətdir. Bu da düzgün fikirdir. Hissəsini mənsubiyyət və hal şəkilçisi qəbul etmiş isimdir. Bu da düzgün fikirdir. Cavabımız olacaq B variantı. Gələk növbəti 58-ci testimizdən davam eləyək. Cümlədəki sözlərin morfoloji izahı ilə bağlı yanlış fikri bizdən istəyir. Daşınası yükümüz hələ çoxdur. Hələ sadə zaman zərfidir. Bəli, hələ zaman zərfidir. Düzgün fikirdir. Yükümüz adlı halda olan sadə isimdir. Bizim yükümüz mənsubiyyət şəkilçisi qəbul edib. Düzgündür. Daşınası feildir. Təsdiqdədir. Lazım şəklindədir. Bu yanlışdır. Hansı yükümüz? Bu daşınası burada feili sifət şəkilçisidir. Ası. Yəni lazım şəklinin şəkilçisi ilə homonimdir, amma o deyil. Çoxdur. Qeyri-müəyyən miqdar sayıdır. Xəbərlik şəkilçisi qəbul edib. Bəli, xəbər vəzifəsindədir. Bu da düzgün fikirdir. Cümlədə quruluşca həm sadə, həm də düzəltmə söz var. Bəli. Daşımaqdan daşınmaq düzəltmə sözdür. Qalan sözlərimiz də sadədir. Ona görə bu da fikir düzgündür. 58-ci sualımızın cavabı olacaq C variantı. 59-da cümlədəki sözlərin morfoloji izahı ilə bağlı bizdən yanlış fikir istəyir. Onun dedikləri görülməli işi yubadır. Görülməli məchul növdədir, vacib şəklindədir. Deməli, vacib şəklində deyil. Burada yenə görülməli iş, feili sifəti, bax, görməkdən görülmək, görülməli feili sifət şəkilçisidir. Burada yazır məchul növdədir. Düzdür. Məchul növdədir, amma vacib şəklində yox, feili sifət şəkilçisidir. Yanlış cavabımız A. Onun yiyəlik halda olan şəxs əvəzliyidir. Düzgündür. Dedikləri dık plus mənsubiyyət feili sifət şəkilçisidir. Bəli, düzgündür. İşi təsirlik halda olan isimdir. Yubadır. Nəyi yubadır? İşi. Bax, buradakı i təsirlik haldadır. Düzdür. Yubatmaq, yubadır. Xəbər şəklində olan, indiki zamanda olan sadə feildir. Bu da düzgün fikirdir. Sualımızın cavabı olur A variantı. Keçək 60-cı sualımızla davam eləyək. 60-da deyir ki, ağac meyvəsi ilə tanınar cümləsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyənləşdirin. Meyvəsi mənsubiyyət şəkilçili isimdir. Ağac özünün meyvəsi, bəli, buradakı i mənsubiyyət şəkilçisidir, düzgün fikirdir. Ağac adlı halda olan isimdir, bu da düzgün fikirdir. Ağac özünün meyvəsi ilə tanınır. Tanınar sadə, məlum növdə gələcək zamanda olan feildir. Tanımaqdan tanınmaq, sadə yox, düzəltmə feildir. Ona görə bu yanlış fikirdir. İ ilə qoşmadır, nə ilə tanınır, kim ilə, nə ilə sualına cavab verirsə demişik qoşmadır. Burada da qoşma mövqeyindədir. İki isim, bir feil, bir köməkçi nitq hissəsi işlənmişdir. Bəli, ağac, meyvəsi, iki ismimiz var, bir feilimiz var. İlə də qoşma, köməkçi nitq hissəmizdir. Bu da düzgün fikirdir. Sualımızın cavabı olacaq C variantı. 61-ci testimizlə davam edək. Küçələrdə və meydanlarda böyük izdiham gördüm. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi istəyir. İzdiham adlı halda olan isimdir. Deməli, izdiham gördüm. Burada adlı halda yox, elə cavabımız A-dır. İzdihamı gördüm. Qeyri-müəyyən təsirlik haldadır. Xəbərin yanında işlənib, qeyri-müəyyən təsirlik haldadır. Küçələrdə, meydanlarda yerlik halda olan isimlərdir, bəli. Cəm şəkilçisi ilə işlənmiş yerlik hal şəkilçili isimlərdir və bağlayıcıdır, tabesizlik birləşdirmə bağlayıcısıdır. Böyüməkdən böyük, böyük düzəltmə sifətdir. Bu da düzgün fikirdir. Deməli, bu da düzgün fikirdir. Gördüm, məlum növdə feildir, xəbər şəklindədir, bəli. Bu da şühudi keçmiş zamanda yüklənmiş feildir. 61-ci testimizin cavabı olacaq A variantı. Gələk növbəti 62-ci testimizdən davam edək. Uca dağların zirvəsində qar görünür cümləsində sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Qar isimdir, adlı haldadır. Bəli, düzgündür. Qar görünür, adlı haldadır. Uca sifətdir, adi dərəcədədir. Bu da düzgündür. Dağların isimdir, cəmdədir. Yiyəlik hal şəkilçisi qəbul edib. Bu da düzgün fikirdir. Zirvəsində yer zərfidir, yox, yer zərfliyidir. Yanlış fikirdir. Amma yer məzmunlu isimdir. Ona görə sualımızın cavabı D-dir. Görünür, düzəltmə feildir, qayıdış növdədir. Görməkdən görünmək, görünür. İndiki zamanda olan qayıdış növdə olan feildir. Düzgün fikir. Deməli, sualımızın cavabı olur D variantı. 63-cü testimizdə mənsur bağçadakı bitkilərin çoxunu tanımırdı cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin.
Deməli, feildir, inkardadır, indiki zamandadır, tanımayırdı. Feildir, inkardadır, bəli, indiki zamandadır, bu düzgün fikirdir. Bitkilərin yiyəlik halda olan düzəltmə isimdir, bitməkdən, bitki, bitkilərin, bəli, yiyəlik halda düzəltmə isimdir, bunlar düzgün fikirdir. Mənsub xüsusi isimdir, adlı haldadır, bu da düzgün fikirdir. Çoxunu mənsubiyyət və hal şəkilçisi qəbul etmiş saydır, bəli, çoxu isimləşmiş saydır, çoxunu, bu da düzgün fikirdir. Bağçadakı düzəltmə yer zərfidir. Yenə bağçadakı, zərf deyil, dakı sifət düzəldən şəkilçidir. Bu zərf yox, sifətdir. Düzəltmədir, amma sifətdir. 64-cü testimizlə davam edək. 64-də deyir ki, hər adama layiq olduğu tale verilir. Nümunəsindəki sözlərin morfoloji təhlili ilə bağlı səhifə müəyyən edin. Hər təyinə əvəzlikdir, sifətin yerində işlənmişdir. Hər adam, bəli, hər təyin əvəzlikdir, sifətin yerində işləmişdir. Düzgün fikirdir. Layiq olduğu feili bağlamadır, hərəkətin səbəbini bildirir. Burada o layiq olduğu feili sifətdir. Dık plus mənsubiyyət şəkilçisi ilə düzəlmiş feili sifətdir. Yanlış fikir olacaq B variantı cavabımız. Adama yönlük hal şəkilçili sadə isimdir, düzgündür. Verməkdən verilmək, düzəltmə, deməli, düzəltmə indiki zamanda olan, məchul növdə olan feildir, düzgündür. Tali adlı halda olan mücərrəd isimdir, bu da düzgündür. Mən kökümlə bu torpağa bağlıyam. Misrasındakı sözlərin morfoloji izahı ilə bağlı səhifə istəyir bizdən. Torpağa isimdir, yönlük haldadır. Torpağa, bəli, yönlük hal şəkilçisi var, isimdir, düzgün fikirdir. Bağlıyam, bağlıyam, sifətdir, birinci şəxsin xəbərli şəkilçisini qəbul etmişdir, bu da düzgün fikirdir. Kökümlə tərzə hərəkət zərfidir. Burada bax, kökümlə sözündəki mənim köküm ilə. Burada lalə qoşmadır, tərz hərəkət zərfi deyil. Bu işarə əvəzlidir, sifəti əvəz etmişdir. Bəli, burada bu işarə əvəzlidir, sifəti əvəz edib hansı torpağa? Mən şəxs əvəzlidir, adlı haldadır, düzgün fikirdir. 65-ci testimizin cavabı olur C variantı. Gələk 66-cı testimizlə davam edək. 66-da deyir, bu torpağın hər qarışı qızıldır cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhifə müəyyən edin. Bu işarə əvəzlidir, düzgün fikirdir. Bu torpağın, hansı torpağın, hər sifətdir, hansı sualına cavab verir. Bu da hansı, hər qarışı, hər qarış. Burada təyinə, daha doğrusu bizə deyir sifətdir. Hər sifət yox, burada elə sualımızın cavabı B olacaq. Hər təyinə əvəzlikdir, sifət deyil. Torpağın isimdir, müəyyən yiyəlik haldadır, bəli. Torpağın hər qarışı, torpağın yiyəlik hal şəkilçisi qəbul edib, bu düzgün fikirdir. Qarışı, üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edib, bu da düzgün fikirdir, isimdir. Qızıldır, isimdir, adlı haldadır, bəli, bu da düzgündür. Deməli, 66-cı testimdə cavabımız oldu B variantı. Yaxınlıqdakı arxdan qurbağaların qurultusu eşidilirdi cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı bizdən səhifə istəyir. Eşidilirdi, idi hissəci ilə işlədilmiş düzəltmə feildir. Eşitmək, deməli, eşitmək, eşidilmək, eşidilir idi. İdi hissəci ilə işlənmiş düzəltmə feildir, düzgündür. Arxdan çıxışlı hal şəkilçili isimdir, bəli, bu da düzgündür. Qurbağaların cəm, mənsubiyyət, cəm və yiyəlik hal şəkilçisi qəbul etmiş, daha doğrusu isimdir, bu da düzgün fikirdir. Qurultusu, üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul etmiş isimdir, bəli, qurbağaların qurultusu, bu da düzgün fikirdir. Yaxınlıqdakı zərfdən düzəlmiş sifətlidir, xeyr, yaxından yaxınlıq, yaxınlıqdan yaxınlıqdakı isimdən düzələn sifət. Yəni, isimdən düzələn sifətdir. Ona görə sualımızın cavabı olacaq E variantı. Gələk növbəti 68-ci testimizdən davam edək. 68-də bizdən nə istəyir? Qarabağda Zəfər bayramının lap vaxtıdır cümləsindəki sözlərin morfoloji izahındakı səhifə müəyyən edin. Vaxtıdır mənsubiyyət şəkilçili sadə isimdir. Deməli, bayramının vaxtıdır mənsubiyyət şəkilçili qəbul edib, düzgündür. Qarabağda xüsusi isimdir, yerlik haldadır. Bu da düzgün fikirdir. Bayramının isimdir, mənsubiyyət və yiyəlik hal şəkilçisi qəbul edib. Bayramı, bayramının isimdir, mənsubiyyət və hal şəkilçisi qəbul edir. Lap ədatdır. Bu da düzgün fikirdir. Lap ədatdır, qüvvətləndirici ədatdır. Zəfər adlı halda işlənən mücərrəd isimdir. Zəfər bayramı, yenə özündən sonra gələn sözdə mənsubiyyət şəkilçisi var. Bu adlıq yox, qeyri-müəyyən yiyəlik haldadır. 68-ci sualın cavabı olacaq E variantı. 69-a baxaq. İdarə rəisi dəri plaşını geydi cümləsindəki sözlərin morfoloji izahındakı səhifə istəyir. Qeydi məlum növdə keçmiş zamanda olan feildir. Qeydi məlum növdə keçmiş zamanda feildir. Düzgün fikirdir. İdarə yiyəlik halda olan sadə isimdir. Bəli, idarənin rəisi, ikinci sözdə mənsubiyyət şəkilçisi var. Yiyəlik haldadır. Rəisi mənsubiyyət şəkilçisi ilə işlənmiş isimdir. Düzdür. Dəri sifətdir, adi dərəcədədir, sadədir. Dəri burada isimdir, sifətləşib. Yəni qızıl, gümüş, yəni metal adları və s. adlar kimi bu da isimdir, sifətləşib. Burada sifətdir, yanlışdır. Cümlədə təyin mövqeyindədir, amma nitq hissəsi kimi isimdir. Plaşını mənsubiyyət və təsirlik hal şəkilçili isimdir. Plaşı, plaşını. Bu da düzgün fikirdir. Sualımızın cavabı olacaq D variantı.
70-ci testimizdən davam eləyək. 70-də deyir, hələ deyiləsi çoxlu sözüm olacaq. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Olacaq məlum növdə gələcək zamanda olan feildir. Bəli, məlum növdə gələcək zamandadır, düzgündür. Deyiləsi gələcək zaman mənalı feili sifətdir. Deyiləsi sözüm, çoxlu sözüm. Bəli, burada da asasi gələcək zaman məzmunlu feili sifət şəkilçisidir. Çoxlu qeyri-müəyyən saydır. Bu da düzgün fikirdir. Mənim sözüm adlı haldadır, isimdir, düzgün fikirdir. Hələ dəqiqləşdirici ədatdır, cümlənin təsir gücünü artırır. Yanlış cavabımız budur. Hələ burada zaman zərfidir, ədat deyil. Deməli, 70-ci testdə E variantı. 71-də məsələnin həlli yolu deyəsən 2-dir. Cümləsində sözlərin morfoloji izahı ilə bağlı bizdən səhv istəyir. Yolu isimdir, adlı haldadır. Bəli, məsələnin həllinin yolu adlı haldadır. Mənsubiyyət şəkilçisi ilə işlənib. Həlli isimdir, təsirlik haldadır. Həlli burada nədir? İsimdir, amma təsirlik halda yox, qeyri-müəyyən yiyəlik haldadır. Ona görə yanlış fikrimiz budur. Məsələnin isimdir, yiyəlik haldadır. Bəli, burada da yenə eyni şəkilçisi var. Deyəsən, modal sözdür, güman şübhə bildirən modal sözdür, düzgün fikirdir. 2-dir, saydır, şəxs şəkilçisi, xəbərlik şəkilçisi qəbul edib. Bu da düzgün fikir. Gəldik növbəti 72-ci testimizdən davam eləyək. Yenə tarın səsi hamını məftun etmişdir. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhv istəyir bizdən. Məftun etmişdir, keçmiş zamanda olan feildir, düzgün fikirdir. Yenə zaman zərfidir, quruluşca sadədir, bu da düzgün fikirdir. Tarın yiyəlik halda olan konkret isimdir, bu da düzgün fikirdir. Tarın səsi, bəli. Səsi mənsubiyyət şəkilçili, mücərrət mənalı isimdir. Tarın səsi düzgündür. Bu da sonra hamını qeyri-müəyyən əvəzlikdir. Üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul etmişdir. Hamını burada qeyri-müəyyən əvəzlikdir, amma təsirlik hal şəkilçisi, mənsubiyyət şəkilçisi yox, təsirlik halda. Kimi məftun etmişdir? Hamını. Sualımızın cavabı olacaq E variantı. 73-cü testimizdə vəzirin fikirləri məclisdəkilərdən tək Əli xanı qane etmədi. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Məclisdəkilərdən sifətdir, quruluşca düzəltmədir. Bəli, dakidəkilərdən isimləşmiş sifətdir, düzəltmədir. Bu düzgün fikirdir. Qane etmədi, xəbər şəklində olan feildir. Bu da düzgündür. Xanı, xanı qane etmədi. Bu da təsirlik haldadır. Tək qoşmadır. Tək, bax, burada təkcə, yalnız, deməli, bu tək qoşma deyil. Ədat mövqeyindədir. Qoşma olsa sözə kiçik yazılmalıdır. Yanlış cavabımız D variantıdır. Fikirləri cəm və mənsubiyyət şəkilçili isimdir. Bəli. Həm deməli vəzirin fikirləri cəm, cəm mənsubiyyət şəkilçili isimdir. Bu da düzgün fikir. Deməli D variantı düzgün cavabımız. Gələk 74-cü testimizdən davam eləyək. 74-də bizə nə deyir? 74-də deyir, tələbələr gülə-gülə auditoriyadan çıxaraq həyətə endilər. Cümləsində sözlərin morfoloji izahı ilə bağlı səhv istəyir. Həyətə yönlük auditoriyadan çıxışlıq haldadır. Bəli, həyətə yönlük auditoriyadan çıxışlıq halda düzgündür. Tələbələr sadə isimdir, adlı haldadır. Bu da düzgündür, cəm şəkilçisi ilə işlənib. Gülə-gülə mürəkkəb tərz hərəkət zərfidir deyir. Tərz hərəkət zərfliyidir, amma gülmək. Baxaq kökünə, deməli, gülmək hərəkət məzmununu bildirir. Bu zərf yox, feili bağlamadır. Sualımızın cavabı C variantı. Endilər sadə feildir, keçmiş zamandadır, şuhudi keçmiş zamanda işlənib. Çıxaraq feili bağlamadır, ara qəraq şəkilçisi ilə düzəlmiş. Deməli, sualımızın cavabı olacaq C variantı. 75-ci testimizə baxaq. Zəng çalınanda meydançada söhbət edən şagirdlər yuxarı qalxdılar. Meydançada düzəltmə isimdir, yerlik haldadır. Bəli, meydandan meydançada kiçiltmə məzmunlu düzəltmə isimdir, düzgündür. Zəng şagirdlər sadə isimlərdir, adlı haldadır. Bu da düzgün fikirdir. Çalınanda söhbət edən, deməli, çalmaqdan çalınmaq, çalınanda. Biri məchul növdədir, kimsə tərəfindən. Çalınanda söhbət edən də məlum növdədir. Olan feili bağlamalardır, deyir. Anda feili bağlamadır, amma söhbət edən feili sifət. Ona görə yanlış cavabımız C variantı. Yuxarı yer zərfidir, yönlük haldadır. Yuxarıya qalxdılar. Bəli, bu da düzgün fikirdir. Qalxdılar sadə feildir, şuhudi keçmiş zamanda işlənib. Bu da düzgün fikirdir. Gələk növbəti 76-cı testimizdən davam eləyək. 76-da deyir, qulağına həmişə firuzə qaşlı sırğa taxardı. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Həmişə sadə zaman zərfidir. Bəli, həmişə zaman zərfimizdir. Düzgün fikirdir. Qulağına isimdir, sadədir, mənsubiyyət hal şəkilçisi qəbul etmişdir. Qulağı qulağına isimdir, sadədir, mənsubiyyət hal düzgündür. Bu da qaşlı, düzəltmə sifət, qaşlı. Firuzə isimdir. Bunlar da düzgündür. Deməli, firuzə qaşlı. Düzəltmədir də, qaşdan qaşlı, bəli, firuzə qaşlı. Hə, bu da düzgündür. Sırğa isimdir, adlı halda dedir. Elə bu yanlış cavabımız budur. Sırğa qeyri-müəyyən təsirlik haldadır. Sırğanı taxmışdı. Taxardı, feildir, sadədir, xəbər şəklindədir. Taxar idi. İdi hissəci ilə işlənmiş sadə feildir. Bu da düzgün fikir. 77-ci testimizdən davam edək. Cümlələrin hər ikisinə aid olan ortaq fikri bizdən istəyir.
Biz də bir dəfə yayda meşədə azmışdıq. Nazim düşündü, sonra astadan da dilləndi. Feil xəbər şəklində, keçmiş zamanda quruluşca sadədir. Deməli, azmış idik. Bəli, xəbər şəklindədir. Birinci feilimiz quruluşca sadədir, keçmiş zamandadır. İkincidə amma dilləndi feili, dildən dillənmək, dilləndi. Burada quruluşca sadə deyil, sadə deyil. Ona görə ortaq fikir istədiyinə görə A getdi. Düzəltmə zərf işlənmişdir. Cümləmizdə bəli, birinci cümləmizdə yayda düzəltmə zaman zərfimiz var. İkincidə də astadan. Burada da zaman zərf, burada da düzəltmə zərfimiz var. Deməli, B variantı düzgün cavabımızdır. Yalnız qrammatik mənası olan söz işlənmişdir. Biz də burada deməli, buradakı də biz də bağlayıcıdır. Bağlayıcıdır, iştirak bağlayıcıdır. Amma buradakı sonra qoşma deyil. Yəni bu zaman zərfidir. Ona görə yalnız qrammatik mənası olan söz ikinci cümləmizdə işlənməyib. Bu da yanlış fikirdir. Feil idi köməkçi sözü ilə işlənmişdir. Dilləndi. Orada işlənməyib, birinci feilimizdə işlənib. İkinci feilimiz işlənməyib. Bu da yanlış fikirdir. Sözün quruluşca hər üç növünə aid nümunə işlənmişdir. Birinci cümləmizdə var hər üç növü, amma ikinci cümləmizdə məsələn mürəkkəb yoxdur. Ona görə bu da yanlış. Cavab olacaq B variantı. Gələk növbəti 78-ci testimizdən davam edək. 78-də deyir, pristavın xörəyindən quldurlara da azmaz çatırdı cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Burada baxırıq, da iştirak bağlayıcısıdır, bəli, düzgündür, iştirak bağlayıcısıdır. Azmaz adi dərəcədə olan sifətdir. Azmaz burada zərf mövqeyindədir. Azmaz çatırdı. Nə qədər çatırdı? Elə yanlış cavabımız B-dir. Çatır idi. Xəbər şəklində olan feildir. Bu da düzgün fikirdir. Pristavın yiyəlik hallı isimdir. Xörəyindən, xörəyi, xörəyindən mənsubiyyət hal şəkilçisi qəbul etmişdir. İsimdir, düzgün fikirdir. Bir nəfər şəxs irəli çıxıb onu yaxşı tanıdığını dedi. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı səhifə müəyyən edin. Cümlədəki sözlər quruluşuna görə sadədir. Deməli, baxırıq bütün sözlərimizə, bəli, hamısı quruluşca sadədir, bu düzgün fikirdir. Cümlədə numerativ söz işlənib, burada bəli, nəfər sözü sayla ismin bir və şəxs sözlərin arasında işləndiyinə görə numerativ funksiyasındadır. Həm təsriflənən, həm təsriflənməyən feil vardır, bəli. Burada məsələn tanıdığını, feili sifət var, feili bağlama var, eyni zamanda təsriflənən xəbər şəklində olanda feilimiz var, bu da düzgün fikirdir. Daha doğrusu, bu bizdən, deməli, burada nə istəyir? Bizdən səhv istəyir. Bu da düzgün fikirdir. Yer və tərz hərəkət zərfləri işlənib. İrəli yer zərfimiz var. Yaxşı da tərz hərəkət zərfi var. Feilin qabağında gəlib. Bu da düzgün fikirdir. Bütün əsas nitq hissələrinə aid söz işlənmişdir. Burada zərf var, say var, amma isim görmədik. İsim, daha doğrusu sifət yoxdur. Ona görə E variantı yanlış cavabdır. Gələk növbəti 80-ci testimizlə davam edək. 80-də deyir, elələrinə bizim şəhərimizdə az təsadüf edilir. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı səhvi müəyyən edin. Elələrinə işarə əvəzliyidir, zərfin yerində işlənib. Elələrinə, bəli, elələrinə işarə əvəzliyidir, amma zərfin yerində işlənir, yanlış fikirdir. Ona görə ki, burada cəm mənsubiyyət şəkilçisi qəbul edib. Zərfin yerində işləmə o deməkdir ki, məsələn, elə danışma, elə baxma, hərəkətə aid olması lazımdır. Burada bu ismin yerində işlənib. Deməli, bir yanlış cavabdır. Bizim şəxs əvəzliyidir, yiyəlik haldadır. Bəli, biz bilirik ki, biz və mən əvəzlikləri yiyəlik halda im qəbul edir. Şəhərimizdə sadə isimdir, mənsubiyyət hal şəkilçisi qəbul edib. Bizim şəhərimizdə sadə isimdir, mənsubiyyət hal qəbul edib. Düzgündür. Az qeyri-müəyyən miqdar sayıdır, az təsadüf edilir. Nə qədər? Bu da, deməli, burada bu say yox, təsadüf edilmək, hərəkətə aiddir. Bu zərf mövqeyindədir. Deməli, nə oldu bizdə? 1, 4. Sonra, təsadüf edilir, indiki zamandadır, məchul növdədir. Burada məchul növdə yox, şəxssiz növdə. Ona görə sualımızın cavabı olacaq 1, 4, 5 D variantı. Gələk növbəti testimizə. 81-də deyir, mənim uşaqlıq illərim kənddə keçib cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı səhvi müəyyən edin. Mənim şəxs əvəzliyidir, bəli, burada im yiyəlik haldadır, düzgün fikirdir. Sizdən yanlış istəyir. Uşaqlıq düzəltmə isimdir, yiyəlik haldadır. Uşaqdan uşaqlıq düzəltmə isimdir. Uşaqlığımın illəri, yəni belə düzəltmə isimdir, yiyəlik haldadır. Bu da düzgün fikirdir. İllərim sadə isimdir. Deməli, bir dəqiqə. İllərim sadə isimdir, cəm və mənsubiyyət şəkilçisi qəbul edib. Bu da düzgün fikirdir. Bizdən nəyi istəyir? 81-ci testdə. Deməli, bizdən səhv fikir istəyir. İllərim sadə isimdir, cəm mənsubiyyət şəkilçisi. Bu da düzgündür, cəm mənsubiyyət şəkilçisi qəbul edib. Mənim illərim kənddə yönlük halda olan isimdir deyir, amma burada dadə yerlik halda olan isimdir. Yönlük halda yox. Sualımızın cavabı olacaq D variantı. Keçibdir, yəni burada da feildir, keçmiş zamandadır, nəqli keçmiş zamandadır. Bu da düzgün fikirdir. Gələk növbəti 82-ci testimizə. 82-də bizə nə deyir? Gəlsənə, biraz burada onu gözləyək. Cümləsindəki sözlərin xüsusiyyəti ilə bağlı səhifə. Onu üçüncü şəxs əvəzliyidir, təkdədir, təsirlik haldadır. Bəli.
Üçüncü şəxs əvəzliyidir, təkdədir, təsirlik halda düzgündür. Biraz kəmiyyət zərfidir, biraz gözləyək. Hərəkətə aiddir, bu da düzgün fikirdir. Burada yer zərfidir, quruluşca sadədir, bəli, yerli kal şəkilçisi ilə işlənib. Gəlsənə feildir, əmr şəklindədir, ikinci şəxsin təkindədir. Gəlsənə burada cümlənin əvvəlində gəlib bütövlükdə əmr ədatıdır, feil deyil. Yəni əmr ədatıdır, ona görə yanlış cavabdır. Gözləyək feildir, məlum növdədir, birinci şəxsin cəmindədir, bəli, biz gözləyək, gözlən, gözləmək. Düzəltmə feildir. Bu da düzgün fikirdir. Deyəsən, o da məsələdən xəbərsizdir. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı səhv istəyir. Xəbərsizdir, feildir, indiki zamandadır. Elə yanlış cavabımız A-dır. Çünki xəbərdən xəbərsiz sözü feil deyir. Cümlədə xəbər mövqeyindədir. Cümlənin xəbəridir. Amma nitq hissəsi kimi nədir? Nitq hissəsi kimi sifət, feil deyil. O, üçüncü şəxs əvəzləyir, adlı haldadır. Bu da düzgün fikirdir. Da, tabesizlik, iştirak bağlayıcısıdır. O da, sadalama intonasiyası var. Məsələdən isimdir, çıxışlı haldadır. Bu da düzgün fikirdir. Deyəsən, modal sözdür, güman şübhə bildirir. Bunlar hamısı düzgün fikirdir. Cavabımız olacaq A variantı. Gələk növbəti 84-cü testimizə. Bal tutan barmaq yalar cümləsindəki isimlərin morfoloji xüsusiyyəti ilə bağlı səhvi bizdən istəyir. Deməli, davam eləyək. Hər ikisi quruluşca sadədir. Burada bal və barmaq sözləri var. Hər ikisi quruluşca sadədir. Bu düzgün fikirdir. Hər ikisi nə sualına cavab verir? Bəli. Hər ikisi balı tutan barmağını yalar. Hər ikisi qeyri-müəyyən təsirlik haldadır. Nə sualına cavab verir? Bu da düzgün fikirdir. Birincisi adlıq, ikincisi təsirlikdir. Bu yanlış fikirdir. Dediyimiz kimi hər ikisi təsirlikdir. Hər ikisi cümlədə mübtədadır. Bu da yanlış fikirdir. Ona görə ki, yalar nəyi, barmağını, kim bal tutan. Birincisi bu bal sözü tutan sözü ilə bir yerdə mübtəda vəzifəsindədir. İkincidə nədir? Tamamlıq vəzifəsindədir. Ona görə səhv fikirdir. Birincisi təsriflənməyən feylə, ikincisi təsriflənən feylə əlaqəyə girib. Bu da düzgündür. Bu feyli sifətlə, bu da təsriflənən feyllə əlaqəyə girib düzgün fikirdir. Ona görə sualımızın cavabı olacaq 3-4. B variantı. Gələk 85-ci testə. Hər tərəf qalın dumana bürünmüşdür. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı səhv istəyir. Hər təyini əvəzlikdir, bəli, düzgün fikirdir. Tərəf qoşmadır, istiqamət bildirir. Burada tərəf qoşma deyil, tərəf isimdir. Tərəf o vaxt qoşma olur ki, o yönlü kallı sözə qoşulsun, istiqamət bildirsin. Evə tərəf, məktəbə tərəf. Yəni burada bu isim mövqeyindədir. Ona görə yanlış cavabımız B variantıdır. Sonra keçək digər hissəyə. Buradan da davam edək. Qalın sadə sifətdir, adi dərəcədədir. Bu da düzgün fikirdir. Dumana sadə isimdir, yönlü kaldadır. Qalın dumana deməli burada yönlü kal şəkilçisi var. Bürünmüşdür, feildir, xəbər şəklindədir. Bürünmüşdür, şəxs sonluğu ilə işlənmiş feildir. Şübhəsiz ki, bütün imtahanlarınızı müvəffəqiyyətlə verəcəksiniz. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı səhvi bizdən istəyir. Deməli, imtahanlarımızı sadə, cəmdə, təsirlik halda olan isimdir. Cəmdə, imtahanlarınızı təsirlik haldadır, cəmdədir, sadə isimdir, düzgün fikirdir. Bütün təyin əvəzlikdir, bu da düzgün fikirdir. Müvəffəqiyyətlə düzəltmə sifətdir. Müvəffəqiyyətlə lalə zərf düzəldən şəkilçidir. Yəni, bu sifət deyil, zərfdir. Adi dərəcədə də zərfdirsə ola bilməz. Deməli, yanlış cavabımız C-dir. Şübhəsiz ki, modal sözdür. Yəqinlik, təsdiq bildirən modal sözdür. Bu düzgün fikirdir. Verəcəksiniz, feildir, xəbər şəklindədir. Bu da düzgün fikirdir. Olacaq C variantı. 87-ci testimizlə davam edək. Axı sirrimi təkcə sənə deyirəm. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı səhvi müəyyən edin. Sənə əvəzlik yönlük haldadır. Düzgün fikirdir. Sirrimi birinci şəxsin təkinin mənsubiyyətini bildirən təsirlik halda olan isimdir. Mənim sirrim, mənim sirrimi. Mənsubiyyət bildirən təsirlik halda isimdir. Düzgün fikirdir. Təkcə deyir ki, burada zərfdir, amma yalnız, bax, burada təkcə ədat, təkcə sənə deyirəm, yalnız sənə deyirəm, məhdudlaşdırıcı ədatdır. Sualımızın cavabı C variantı. Deyirəm, xəbər şəklində indiki zamanda olan feildir, bu da düzgün fikirdir. Axı ədatdır, bu da qüvvətləndirici ədatdır. Sualımızın cavabı oldu 87-də C variantı. Davam eləyək 88-ci testimizdən. Qoyun mən sözümü deyim də, cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi istəyir bizdən. Də cümlənin təsir gücünü artıran ədatdır, bəli, qüvvətləndirici ədatdır, düzgün fikirdir. Qoyun əmr ədatıdır, bu da qoyun, bu da düzgün fikirdir. Deməli, sonra sözümü burada həm mənsubiyyət, həm hal şəkilçisi qəbul etmiş isimdir. Mənim sözümü, bu da düzgün fikirdir. Deyim mənsubiyyət şəkilçili isimdir. Mən deyim, əmr şəklində olan burada deyim şəxs sonluğu ilə işlənmiş əmr şəklində olan feildir. İsim deyil. Ona görə cavab olacaq. D bəndi mən şəxs əvəzliyidir, düzgün fikir.
Yeni məhəllələrdə idman meydançaları yaradılmışdır. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı səhv istəyir. İdman yiyəlik halda olan isimdir. Bəli, idmanın meydançaları, yəni özündən sonra gələn sözdə yenə mənsubiyyət çəkiltisi var. Məhəllələrdə yerlik halda olan isimdir. Məhəllələr də yerlik halda olan isimdir. Bu da düzgün fikirdir. Yaradılmışdır. Qayıdış növdə keçmiş zamandadır. Yaradılmışdır. Meydança öz-özünə yaradıla bilməz kimsə tərəfindən. Bu məchul növdədir. Yanlış cavabımız budur. Meydançaları, meydandan meydança kiçiltmə məzmunlu düzəltmə isimdir. Cəm mənsubiyyət şəkilsi qəbul edib. Bu da düzgün fikirdir. Yeni sadə sifətdir. Bəli, yeni məhəllələrdə, hansı məhəllələrdə? Bu da düzgün fikirdir. 89-cu testimizin cavabı oldu C variantı. Gələk, davam eləyək 90-cı testimizdən. 90-da deyir, elə bir əvvəlki yorğunluqdan, əzginlikdən heç nə qalmamışdır. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı səhvi müəyyən edin. Əvvəlki düzəltmə zaman zərfidir. Əvvəlki kökü zərfdir, amma özü zərfdən düzələn sifətdir. Elə yanlış cavabımız budur. Elə bil modal söz və bağlayıcıdır. Elə bil bənzətmə bildirən modal sözümüzdür. Vergülsüz işlənir. Deməli, və də birləşdirmə bağlayıcısıdır. Düzgün fikirdir. Əzginlikdən sifətdən düzəlmiş isimdir. Çıxışlıq haldadır. Əzməkdən əzgin, əzginlik, əzginlikdən. Kökü feildir, amma özü əzgin sifətindən düzəlib. Bu düzgün fikirdir. İsimdir, çıxışlıq haldadır. Bu da düzgün fikirdir. Heç nə qeyri-müəyyən əvəzlikdir. Adlıq haldadır. Heç nə qalmamışdı. Qalmamışdı nə? Heç nə. Bu da düzgündür. Qalmamışdı. Sadədir, inkardadır. Qalmamış idi. Xəbər şəklində nəqli keçmiş zamanda olan feildir. Düzgündür. 90-cı testimizin cavabı olacaq A variantı. 91-ci testimizdən davam edək. 91-də deyir ki, sən deyəsən məni yaxşı tanımırsan. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı səhvi müəyyən edin. Yaxşı, deməli, yaxşı sifətdir, adi dərəcədədir. Burada yaxşı sözü hərəkətə aid olduğuna görə, yaxşı sözü hərəkətə aid olduğuna görə sifət yox, zərf mövqeyindədir. Yəni cavabımız A olacaq. Məni şəxs əvəzliyidir, təsirli kal şəkilsi qəbul edib düzgün fikirdir. Deyəsən, güman şübhə bildirən modal sözdür. Bu da düzgün fikirdir. Sən şəxs əvəzliyidir. İkinci şəxsin təkində adlıq haldadır. Bu da düzgündür. Tanımırsan, tanımayırsan, burada deməli, məlum növdə olan, inkarda olan feildir, düzgün fikirdir. Üzümçülük rayonu birləşməsindəki üzümçülük sözünün morfoloji xüsusiyyəti ilə bağlı bizdən səhv istəyir. İsimdən düzəlmişdi, üzümdən üzümçü, üzümçülük. Bəli, isimdən düzəlmişdi, düzgün fikirdir. Adlıq haldadır. Elə yanlış olan budur. Özündən sonra gələn sözdə mənsubiyyət var. Deməli, bu adlıqda yox, qeyri-müəyyən yiyəlik haldadır. Mücərrət mənalı isimdir. Bəli, peşə sənət məzmunlu isimdir. Mücərrət mənalıdır. Ümumi isimdir. Nə sualına cavab verir? Bəli, qeyri-müəyyən yiyəlik hal, nə sualına cavab. Ona görə olacaq B variantı. Gələk növbəti 93-cü testimizdən davam edək. 93-də bizə nə deyir? Deyir ki, mənim qapım hamının üzünə açıqdır. Cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyən edin. Mənim mənsubiyyət şəkilsi qəbul etmişdir, şəxs əvəzliyidir. Mənim mənsubiyyət yox, yiyəlik hal şəkilsi qəbul etmiş, şəxs əvəzliyidir. Qapım isimdir, adlıq haldadır. Mənim qapım isimdir, düzdür, adlıq haldadır. Bu da düzgün fikirdir. Hamının təyini əvəzlikdir, yiyəlik haldadır. Hamının təyini əvəzlik deyil. Bizdən doğruları istəyir. Doğruları istəyir. Ona görə içini götürürük. Qapım adlıq haldadır. Hamının təyini yox, hamının qeyri-müəyyən əvəzlikdir. Yiyəlik halda işlənən qeyri-müəyyən əvəzlikdir. Bu da yanlış fikirdir. Çıxırıq. Üzünə isimdir, mənsubiyyət hal şəkilçisi. Üzünə, hamının üzünə mənsubiyyət hal şəkilçisi qəbul etmişdir. Bu da düzgün fikirdir. Götürürük. Açıqdır, feildir, indiki zamandadır. Açmaqdan açıq sifətdir. Sifətdir. Xəbər mövqeyində işlənən sifətdir. Bu da yanlış fikirdir. Sualımızın cavabı olacaq 2-4 B variantı. 94-cü testimizdən davam eləyək. Ehtimal ki, bu dağlardakı qazıntı yerlərinin çertyoji idi. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı səhvi istəyir. Ehtimal ki, güman şübhə bildirən modal sözdür, düzgün fikirdir. Bu, işarə əvəzliyidir. Nə sualına cavab verir? Bəli, nə bu? Deməli, bizdən nə istəyir? Bizdən yanlış istəyir. 2 düzgün fikirdir, silirik. Dağlardakı yer zərfidir, düzəltmədir. Dağlardakı düzəltmə sifətdir, zərf deyil, ona görə yanlış cavabdır. Qazıntı feildən düzəlmiş isimdir, adlıq haldadır. Qazmaqdan qazıntı feildən düzəlmiş isimdir, amma qazıntının yerləri qeyri-müəyyən yiyəlik haldadır, yanlışdır. Yerlərinin sadə isimdir, mənsubiyyət hal şəkilçisi qəbul edib yerlərinin. Bu düzgün fikirdir. Çertyoji isimdir, təsirlik haldadır. Buradakı U mənsubiyyət şəkilçisidir, olacaq 3-4-6. Sualımızın cavabı A variantı. Gələk növbəti 95-ci testimizdən davam eləyək. Bəs yazdıqlarını niyə özünlə aparmırsan? Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı bizdən yanlış cavab istəyir, səhv istəyir. Özünlə əvəzlikdir. Lə ilə bağlayıcısının qısaldılmış formasıdır. Burada elə yanlış cavabımız A variantıdır. Özünlə, kim ilə aparmırsan? Əvəzlikdir, amma burada lalə qoşmadır, bağlayıcı deyil. Kim ilə sualına cavab ver. Sonra
B-də deyir, yazdıqlarını feili sifətdir, təsirlik haldadır. Bəli, dık plus mənsubiyyətlə işlənmiş feili sifətdir. Nəyi aparmırsan, yazdıqlarını, bu düzgün fikirdir. Niyə? Nə üçün? Sual əvəzliyidir. Bəs sual ədatıdır, bəli. Aparmırsan, aparmayırsan, yəni indiki zamanda feildir, inkardadır, indiki zamandadır. Bu da düzgün fikir. 95-də olacaq A variantı. Gələk növbəti 96-cı testimizlə davam eləyək. Bizim təklifimizi hamı çox bəyəndi cümləsinin morfoloji xüsusiyyəti ilə bağlı bizdən səhv istəyir. Bizim mənsubiyyət şəkilsi qəbul etmiş şəxs əvəzliyidir. Deməli, bizim mənsubiyyət şəkilsi qəbul etmiş şəxs əvəzliyidir. Dedik ki, bizim sözündəki im yiyəlik halda. Yəni, mən və biz sözləri yiyəlik halda im qəbul edir. Bu yanlış fikirdir. Ona görə mənsubiyyətə görə ümumiyyətlə şəxs əvəzlikləri dəyişə bilmir. Birinci fikrimiz yanlış fikirdir. Təklifimizi isimdir, mənsubiyyət şəkilsi qəbul etmişdir. Təsirlik haldadır. Təklifimizi mənsubiyyət qəbul edib təsirlik haldadır. Bu düzgün fikirdir. Hamı qeyri-müəyyən əvəzlikdir, düzgün fikirdir. Çox qeyri-müəyyən miqdar saydı, çox bəyəndi, az bəyəndi. Bu, burada hərəkətin qabağında gəlib. Say yox, zərf mövqeyindədir. Sualı olacaq 1-4. Bəyəndi feildir, keçmiş zamanda təsdiqdədir. Bəyəndi, bəli, şuhudi keçmiş zamandadır. 5-də düzgün fikirdir. Sualımızın cavabı olacaq 1 və 4 A variantı. 97-ci testimizdən davam eləyək. Bizim yerimiz yaxşı, cəmaatımız da işləkdir. Cümləsindəki sözlərin xüsusiyyəti ilə bağlı səhv istəyir. Bizim şəxs əvəzliyidir, yiyəlik haldadır, bəli. Deməli, bu düzgün fikirdir. Yerimiz isimdir, mənsubiyyət şəkilsi qəbul edib, bəli, bizim yerimiz. Bu da düzgün fikirdir. Deyir ki, yerimiz yaxşıdır, cəmaatımız işləkdir. Bax, burada yaxşıdır və işləkdir. Hər ikisi sifət mövqeyindədir. Zərf yoxdur. Deməli, yaxşı burada yazıb tərz hərəkət zərfidir, yanlışdır. Cəmaatımız isimdir, mənsubiyyət şəkilsi qəbul etmişdir. Bu da düzgün fikirdir. Da ədatdır, cümlənin təsir gücünü artırır. Burada ədat yox, bağlayıcıdır. Sadalama intonasiyası var. Deyirsən, cəmaatımız da, insanlarımız da. Burada bu ədat deyil. Ona görə bu da yanlış fikirdir. Deməli, gələk. İşləkdir, yazır, feildir, indiki zamandadır. Cümlədə xəbərdir, amma nitq hissəsi kimi sifətdir. Düzəltmə sifətdir. Deməli, işdən, işləmək, işləkdir. Düzəltmə sifətdir. Ona görə sualımızın cavabı olacaq 3, 5, 6 B variantı. 98-ci testimizlə davam eləyək. Məruzəçi Qarabağ məsələsinə də toxundu cümləsinin morfoloji xüsusiyyəti ilə bağlı səhv istəyir. Məruzəçi düzəltmə isimdir, adlı haldadır. Bəli, düzəltmə isimdir, adlı haldadır. Qarabağ xüsusi isimdir, adlı haldadır. Qarabağın məsələsi, bax burada yenə mənsubiyyət şəkilsi var, adlıq yox, yiyəlik haldadır. Ona görə 2 yanlışdır. Məsələsinə isimdir, mənsubiyyət hal şəkilsi qəbul etmişdir. Bu da düzgün fikirdir. Məsələsi, məsələsinə düzgün fikirdir. D qüvvətləndirici ədatdır. Yenə Qarabağ məsələsinə də, başqa nəyəsə də toxundu. Yəni, deməli, bu ədat yox, bağlayıcıdır. Sadalama intonasiyası yaradır. İştirak bağlayıcısıdır. Toxundu, düzəltmə feildir, qayıdış növdə, keçmiş zamandadır, deyir. Burada toxundu, toxunmaq burada məlum növdədir, qayıdış növdə deyil. Ona görə sualımızın cavabı olacaq 2, 4, 5. C variantı. Gələk 99-cu testimizə. Nümunənin morfoloji xüsusiyyəti ilə bağlı bizdən səhv istəyir. Dünən sərgiyə kütləvi baxış keçirildi. Baxış mücərrəd mənalı düzəltmə isimdir. Baxmaqdan baxış düzgündür. Kütləvi düzəltmə sifətdir. Bəli, kütlədən kütləvi düzəltmə sifətdir. Keçirildi feilində ır indiki zamanın şəkilçisidir. Keçməkdən keçirmək, keçirilmək, keçirildi. Buradakı ır feildən feil düzəldən şəkilçidir. Yanlış fikirdir. Ona görə C-ni götürürük. Dünən sadə zaman zərfidir. Sərgiyə düzəltmə isimdir. Sərməkdən sərgi, düzəltmə isimdir, yönlük haldadır. Ona görə sualımızın cavabı olacaq C variantı. 100-cü testimizə də baxaq. Bu inamlı baxışlar bizi ruhlandırırdı. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı səhvi müəyyən edin. Baxışlar düzəltmə isimdir, cəmdədir. Baxmaqdan baxış, deməli, baxmaqdan baxış, düzəltmə isimdir, cəmdədir, düzgün fikirdir. Bizdən yanlışlar istəyir. Ruhlandırırdı feilindədir, icbar növün şəkilçisidir. Ruhlandırmaq məlum növün şəkilçisidir. Yəni ki, daha doğrusu burada ruhlandırmaqdakı dır, yəni bu feil məlum növdədir. Burada feildən feil düzəldən şəkilçidir. Bu məlum növdədir. Ona görə bizdən yanlış cavab elə bu olacaq. Bizi şəxs əvəzliyidir, təsirlik haldadır. Bəli, bu düzgün fikirdir. İnamlı, inamdan inamlı düzəltmə sifətdir, isimdən düzələn sifətdir. Bu işarə əvəzliyidir. Bu da düzgün fikirdir. Deməli, nitq hissələrinin morfoloji xüsusiyyətlərindən 50-dən 100-ə qədər ikinci hissəndə testlərini izah etdik. İnanıram ki, sizlər üçün faydalı olar. Kanalımızı bəyənirsinizsə, rəy yazmağı, başqa hansı mövzuların izahını istəyirsiniz, rəylərdə qeyd etməyi unutmayın. Sağ olun.